Herkese selamlar. Bugün Bahar Residence'ın sosyal medya sayfasını ben idare edeceğim ve bildiğiniz gibi dünən bir çox sual gəlib. İndi gəlin onları birlikte cevaplandıraq. Bu layihəyə nə vaxt hazır olacaq? Bu layihə 2027-ci ilin son aylarında artıq sakinlərə təhvil veriləcək. Renderlərdə gördüyümüz o yaşıllıq ki var, doğrudan da elə olacaq, yoxsa sadəcə vizualdır? Əlbəttə ki, elə olacaq. Yəni yaşıllıq sadəcə görünüş üçün yaradılmayıb. O doğrudan da orada yaşayan sakinlərin və əhalinin yaxşı nəfəs alması üçün yaradılıb və 3 hektar ərazidən 2 hektarı tam olaraq bunun üçün ayrılıb. Və ən əsas sual, hamı deyir premium. Amma doğrudan da burada fərqli nə var ki, digər layihələrdə yoxdur? Yəni məncə bu bir hissdir. Yəni bunu siz həm Bahar Residence'ın ofislərində, VR aparatlarında da görə bilərsiniz. Həm dahil olduğunuzda komandadan və ümumiyyətlə layihəyə göstərilən o incə toxunuşların hər birində o premium sözünü deyil, o hissi doğrudan da məncə hər birimiz hiss edirik. İndi isə geri qalanını sizinlə tikintidən paylaşacağım. Xoş günlər.